Şeyx Muhammed bin Abdülvahhab rahimehullah bəladan qorunmaq və dəf etmək üçün üzük, ip və ya bu kimi şeyləri taxmaq şirkdir. Şeyx rahimehullah bu ayəti izah etmişdir. Uca Allah buyurur: "De Allahdan başqa ibadət etdiklərinizi gördünüzmü? Əgər Allah mənə bir pislik etmək istəsəydi, onlar onun zərərini soruşdura bilərmi? Yaxud mənə rəhm etmək istəsəydi, onun mərhəmətinə mane ola bilərmi? De mənə Allah kifayətdir." Möminlər ona təvəkkül edirlər. İmran ibn Hüseyndən radiyallahu anhdan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əlində mis üzük taxan bir kişi gördü və dedi: "Bu nədir?" O dedi: "Zəiflikdəndir." Resulullah sallallahu aleyhi və səlləm dedi: "Çıxar onu, çünki bu səni yalnız zəiflədər. Üzərində ikən ölsəniz, heç vaxt uğur qazana bilməyəcəksiniz. Yəni cəhənnəmə olacaqsınız." Uqami ibn Amr'dan radiyallahu anhdan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: "Kim gözmuncuğu taxsa, Allah onun arzusunu yerinə yetirməsin. Və hər kim cazibə taxarsa, Allah onu qorumasın. Hər kim gözmuncuğu taxsa, şirk etmişdir." İbn Əbi Hətim Üzeyfədən radiyallahu anhdan rəvayət edir ki, o qızdırmasında əlində sap olan bir adam görüb, onu kəsib ayəni oxudu. Onları çoxu Allaha iman gətirməzlər, ancaq Allaha şirk qoşurlar. Bu məsələ Şeyx Muhammed Abdülvahhab rahimehullah deyir ki, cahiliyə görə üzürlü deyil. Onun dünya həyatında heç bir faydası yoxdur. Əksinə zərərlidir. Necə ki buyurmuşdur ki, bu ancaq zəifliyinizi artırar. Amulet taxan şəxsin şirk olduğunu söyləmək, qızdırmadan sap asmaq da bu şirk əməldəndir.